Biz mübtədəyə nə deyirik? Ata, niyə xəbər ana adlandırdım uşaqlar? Çünki belə deyək, əsas verdə söz sahibi hər ikisidir. Ən əsası kim olur? Ata, belə deyək, mübtədə heç bir cümlə üzrünün asılı vəziyyətdə deyil. Digərləri hətta ona neyir? Tabi olmuş olur. Məsələn, biz uzlaşma əlaqəsini keçsək, ox işarəsi bu formada qoyula bilər. Sonra, niyə xəbər anladı? Çünki bunlar da bu yetimsələrlə xəbərdən asılı vəziyyətdə olur da. Günahlar aniyə deyilir, buraya kim gəlir, ana demir ki, öyrənir. Bugünkü mövzumuz olacaq nə? Mübtədə və xəbər. Hər ikisini bir keçirəm, sonra ayrı-ayrı, təyini ayrı, tamamlıqları zərfliyi keçiyə bölüb keçirəm. Əşalar, mübtədə haqqında nələri yaza bilərik? Mübtədə ən sərbəst üzdür, yəni cümlə üzvlərinin əsasını təşkil edir. İşarəsi bir düz xəttdir. Mübtədalarımızın sualları var. Yəni biz mübtədanı taparkən kim, nə, adyev, kim, nə və ya hara suallarından birinə cavab olaraq mübtədanı tapırıq. Hansı əsasın hissəsindən oxşardır? İsimdən. Fərqini kim izah edər? Məsələn, biz nə biləcəyik? Verilən sual ismi bir sualıdır, yoxsa mübtədanın? Heç an mübtədə kimin sualı? Cümlə daxilində sual veririksə, sintaktik sual olur. Yəni, mübtədanın sualıdır. Deyirəm ki, igid ölər, adı qalar. Nə edər? Ölər. Kim? İgid. Cümlə daxilində kim sualını veririk? Oldu mübtədanın sualı. Ayrıca sual versək, igid. Necə? Amma igid sözü sifətdir. Qısaca, cümlə daxilində kim nə hara sualına cavab verirsə, mübtədanın sualı. Cümlə xaricində sual verirsə, yəni biz ona ayrılıqda sual verirsə, bu ismi sual olur. Yaxşı, bu belə mübtəda. Mübtədalarımız sadə olar, bir də mürəkkəb ola bilər. Bir əsasının hissəsidirsə, sadədir. Söz birləşməsi və ya mürəkkəb adırsa, deməli nə olur? Mürəkkəb mübtəda olur. Məsələn, igid ölərdə igid sözü bir əsasının hissəsi olduğuna görə, yəni bu olur sadə. Amma desəm ki, kitab üzü cırıldı. Cırıldı nə? Kitab üzü. Görürsünüz, iki əsasının hissəsi varsa, mürəkkəb mübtəda alınır. Bu belə. Sonra mübtədadan nə çıxar qarşımıza? Mübtədanın ifadə vasitələri var. Bu nə deməkdir? Yəni, biz mübtədanı tapdıq. İgid sözü mübtədadır. Sual verir. Mübtədanın ifadə vasitəsi nədir? Yəni, nitq hissəsi olaraq nədir və ya söz birləşməsi olaraq nədir? Mübtədamızın ifadə vasitəsi burada nədir? Sifət, igid sifət. Anladıq mı? Bəs yaxşı, mübtədanın ifadə vasitələrini əzbərləsək, hansılar olar? İsim, sifət, say, əvəzlik, zərf. 5 əsas hissəsini saydı. Feildən isə məstər və feili sifət, yəni isimləşmiş feili sifət. Feili bağlama olmur, feilin təsriflənən formaları mübtəda olmur. Məsələn, bir hər birinə nümunə yazaq. Kitab gətirildi. İgid öləri yazdıq, bir də yazmıram sifəti. Say yazaq, məsələn, 5-cilər gəldilər. Sonra əvəzli olan mübtəda deyək. Hamı gəldi. Hamı gəldi. İsimimiz var, sayımız oldu, əvəzli oldu. Zərfə nümunə deyək. Yaxşı danışdın. Yox. Aşağı. Aşağı. Yox. Aşağı, məsələn, gözəl. Və yaxud da yuxarı çox təmiz və ya qəşəng idi, təmiz idi. Sonra, məstər deyək. Oxumaq yaxşıdır. Yoxsa yaxşıdır? Oxumaq gözəldir. Amma baxır, nə oxuyursan? Oxumaq bir də feil sifət deyək. Oxuyanlar və s. belə deyək. Oxuyanlar nə qədər baxırsın. Nə etdi? Gətirildi. Nə? Kitab. İsim. Cümlə daxilində sual verildi. Ayrıca da sual verəndə nə? Kitab. Yenə ismi sual vermiş oluruq isim. 5-cilər gəldilər. Nə etdilər? Gəldilər. Kim? 5-cilər. Baxın uşaqlar, bir cümlə daxilində kim sualını verirsə, sayın sualı kim deyil axı? Düzdür? Bu mübtədanın sualıdır. 5-ci hansı hissəsidir? Say. Deməli, mübtədə sayda ola bilər.
mübtəda əvəzlik də ola bilər, mübtəda zərf də ola bilər, mübtəda məzdər də ola bilər, feili sifət də ola bilər. Bu sadələrdir. Mübtədanın sadə, qurulursa sadə. Mürəkkəblər nədir? Üçüncü nöqtənin söz birləşməsi. Məsələn, onun telefonu daha yaxşı idi. Yaxşı idi nə? Onun telefonu üçüncü növ. İkinci növü bayaq dedik, kitab üzü cırıldı. Sonra məzdər tərkibi olar, yaxşı oxumaq gözəldir. Bu da mürəkkəbdir. Bir də feil sifət tərkibi də mübtəda vəzifəsindən çıxış edir və mürəkkəb adlar. Mürəkkəb adlar məsələn ad soyad ata adımızı deyib bir cümlə qursaq. Məsələn Mirzə Fətəli Axundzadə 6 komediya yazmışdır. Yazmışdır kim? Mirzə Fətəli Axundzadə. Bu olur mürəkkəb ad. Mürəkkəb sadə. Mürəkkəb digər 3 əsas hissəsi olduğuna görə və sonra mübtəda haqqında bu qədər. Suallarda bəs nələr soruşulacaq, onları deyiş olar. Sadə mürəkkəb soruşula bilər, bu bir. Bir əsasın hissəsidirsə sadə, 2 və ya daha artıqdırsa mürəkkəb. İşarəsi bir düzbət, bunu hər kəs bilir. Suallarını cümlə daxilində verirsiniz və cümlə daxilində məsələn igiddir, qoçaqdır, sonra hansıları var? Cəsurdur, mehribandır, ağıllı, dəli. Bu tip sözlər sifət olur. Məsələn deyirəm ki, ağıllı gəldi. Nə etdi? Gəldi. Kim? Ağıllı. Bu mübtədanın sualıdır. Ağıllı adam necə adam? Oldu sifət. Ağıllı necə? Sifət dəstində. Bir də ifadə vasitələrini daha çox soruşur. Cümlə verir, deyir ki, mübtədanın ifadə vasitəsini tapır. İsim, sifət, say, əvəzlik, zərf, məzdər, feil sifət. Mübtəda ola bilir. Baş üzvdür, heç bir üzvdən asılı deyil. Mübtəda haqqında. O partlarda sığış. İki cümlə yazır, deyir ki, cümlələri, ifadə vasitələrini tapın. Baxın, nə edəndir? Yoxa çıxandır. Kim? Namət. Nə zaman? Bir deyir ki, mübtəda nə ilə ifadə olması, yəni asılı son sifət. Sonra, kilsə ikinci cümlə. Necədir? Asan deyil. Nə? Hər şey. Əvəzlik. İndi belə bir şey var. Cümlə üzvü olaraq sadədir mürəkkəb mübtəda. Hər şey. Sadə. Amma söz olaraq mürəkkəb. Buna da yenilik, diqqət yetirir. Necə? Bu bir söz gelir. Her şey bir sözdür. Mesela kömək etmək zahirimi, bu da bir söz etmirdir. Bu da onun kimi bir mürəkkəb sözdür. Ona görə cümlə olaraq sadədir. Amma söz olaraq mürəkkəb. Bir dənə bunu fərqləndirsə sizin üçün əla olaraq yaxşıdır.